6-cı siniflərin imtahanına baxaq. Deməli, burada nə deyim? Mətnə ad verin deyir birinci sualda. Dostlar, kanala abunə olmanızı xahiş edirik sizdən. Abunələrimiz biraz azdır. Biz bura padşah və alim deyərdik. Çünki xoşbəxt insanlar məsələsi deyildi. Alimin saxtakarlığı və elçinin uzaqgörənliyi də yox idi. Biraz qəribə sual idi amma. Biri İskəndərin elçisinə aid edilə bilməz. İskəndərin elçisinə bir dəqiqə. Deməli, burada deyir ki, elçiyə aid dəvəti çatdırır, gözləmədiyi vəziyyətlə qarşılaşır. Sokratın qararını hörmətlə yanaşır məsələsi yoxdur. Bu amma başdan da deyir ki, ədalətli hökmdar deyir, səni çağırır deyir. Sonra baxaq deyir ki, padşah elçinin ağzı açıla qaldı. Bunu biz hara qoyardıq? Bəxtin açılıb deyir, əlini yerlədi, get padşahına söylə ki, tayini tapsın. Bunun ağzı açıq burada qalar da deməli. Padşah elçinin ağzı açıla gözü bərəldi, rədd eləyir, bəlkə dəldir deyir. Deməli, D variantına daha doğru olardı. Deməli, dördüncüdə deyir, İskəndər həm fikirli, həm qəzəbli idi. Niyə? İskəndərin bir dəqiqə hardadır? Hökmdar yox, dərin düşüncələr daldı. Sokrat deyir, saraydakı alimlər məclisinə gəlməmişdir. Bir dəqiqə. Burada nə deyə bilərik? Mətn əvvəlində varmı? Mətnə buradan baxım. Bax, deyir ki, Sokrat onu saymamış, qəzəbli idi. Doğru demişəm. Baxdım mətnə. A variantı. Kursivlə hansında məcazilik yoxdur deyir. Elə bura baxanda cavab etdi. Əldən getmək, acı düşüncə, bəxtin açılmağı bunlar məcazdır. Amma əmr etmək bir dənə mənası var. Sonra mətnə əsasən deyir. Bir xarabada tək tənha yaşamağı saraya getməkdən üstün tutan obraz kim idi? Sokrat, alim obrazı. Baxaq mətnlərdən sonra bunlar. Hansı cümlədə saydan sonra bu cür işlənməyidir, söz düzgün deyil. Baxsaq bura çoxdan sonra tək də olar, cəm də, azdan sonra tək olar, bir neçə şey fərq yoxdur. Amma xeylidən sonra ların işlənməsi doğru deyil. Doğru cavabımız olacaq D variantı. Sonra sifət çoxaltma dərəcəsindədir deyir. Sifət çoxaltma dərəcəsindədir. Bax, tünd sözündən sonra defisi olmalıdır. Çoxaltma dərəcəsi olsun deyir. Tünd xasiyyət, amma xasiyyət isimdir. Ona görə olmaz. Burada ümumiyyətcə yoxdur. Burada isə açıq. Yəni azaltmadır. Bu isə adidir. Sonra nöqtələrin yerinə yiyəlik yazıla bilməz. Məktəbin direktoru olar, dağın havasını, bulağın suyunu, amma Bakının şəhəri demək məntiqsiz olardı. Toplu isim deyir, cəm qəbul etməsin. Toplu isim bu daha rahatdır. Əhali, cəmaət, bir də ictimaiyyət deyilir. Kökünlə başlanğıc forması eyni olması üçün deməli söz sadə olmalıdır. Bu düzəltmədir, olmaz. Bu da düzəltmədir, olmaz. Başqa harda var idi? Yaş sözündən yaşıd, bu da olmaz. Məktəblər, bu bunun köküdür, həm də başlanğıc formasıdır. Kitab köküdür, başlanğıc forma. Çanta, bu da başlanğıc formadadır. Qrammatik şəkil ki, sözün başlanğıc formasına daxil olmur. Qeyri-müəyyən miqdar sayı və sıra sayı işlənmişdir deyir. Baxaq, 5-6 qeyri-müəyyəndir, başqa heç nə yoxdur. Bir çox qeyri-müəyyəndir, 6-cı sıra sayıdır. Deməli, doğru cavabımız B variantı olacaq. Burada bu isimdir, bu sıra sayıdır. Birinci sinif sıradır, 3-ü isə müəyyən miqdar sayıdır. Ona görə da olmaz. Gəldik bucağı ölçən sözünə. Bu necə olacaq? H olacaq. Niyə? Çünki sait gəlibdir. Bizdən səhvi istəyir, diqqətli olaq. 2 dənə incə açıq sait var. İncə hansıdır? Budur, budur. Doğrudur. X-nın cingiltili samiti qarşılığı ığ işlənir. Doğrudur.
4 hecalı söz 1, 2, 3, 4. Burada düzdür. Ahir qanuna tabedir, yox. Ö incədir, U qalındır. Deməli, səhv cavab D variantı oldu. Tünd qara hərflərlə verilmiş söz qrammatik mənaya malikdir. Yəni, yalnız qrammatik mənası var. Yəni, köməkçi nitq hissəsi deməkdir. B variantındakı bəlkə sözü nədir? Modal sözdür. Hansı mənsubiyyət qəbul? Mənsubiyyət nə idi? Bədən üzvü qaydaları, bir də bunların içində oğul var, ağal var, könül var. Bunlara mənsubiyyət qəbul eləyəndə, bax, belə olmalıdır. Yəni, düşməlidir. Beyin sözü, yəni buradakılar bədən üzvü qaydasıdır, belə deyək. Bunlara mənsubiyyət varsa, mütləq düşməlidir. Deməli, bunlar hal imiş ki, düşməyib. Ona görə cavabımız oldu C variantı. Tərkibinə görə vətən, vətəndaşlarımız. Çətin, çətinlikdən. Kitab, kitabların. Ov, ovçu, ovçuluqdan. Bizdən hansını istəyirdi? Bir leksik, iki qrammatik. Cavabımız A variantıymış. Baxaq o birisinə. Fərqləndirilmiş sözün sinonimi deyil. Zirək sözünü biz utancaq deyə bilməzdik. Çünki diribaş, bacaqlı, qoçaq olardı. İkinci şəxsin mənsubiyyəti sənin kitabın. Vaqifin dəftəridir. Olmaz. Mənim qardaşım, sizin kəndiniz. Bu ikinin cəmini istəyirsə belə olur. Deməli, doğru cavabımız C variantı. Bizim ev isə, bizim evimiz birinci şəxsdir. Nümunədəki təsirli halda olan sözləri həm müəyyən, həm də qeyri-müəyyən tapın dedik. Kitablar oxudum, biri budur, kitab oxudum mənasında. Zənn elədim, bu feildir, bu olmaz. Bəxtiyaram. Sonra mənə çox mətləbi ahəstə qandırdı muğam. Deməli, 2 dənə sözdür. Scott Robert. Mətin nə idi? Dəniz. Onu oxudum. Tam yadımda qalmasa da. Baxaq görək. Nə idi? Baxaq görək nə var burada. Tünd qara hərflərlə verilmiş söz. Mətanət dözümdür. Dərrakə demək deyil. Ona görə cavabımız D variantı olacaq. Burada uyğunlaşdırma var. Ən sonda ingilis şairi var idi. Tennyson. Tennyson deməli şair imiş. 3-ə B gəldi. Böyük Britaniyanın qəhrəmanlıq dövrü əsas hissəsi Norveçlidir. Bax, burada var idi. Bir dəqiqə, adı nə idi bunun? Artıq Norveçli Roald var imiş. Roald Norveçlidir. Deməli, hansıydı o? Bir dəqiqə. A variantı. Deməli, C, A, B. Doğru cavabımız B variantı. Mətnin əsas hissəsində deyil. Bir dəqiqə. Baxaq. Mətnin əsas hissəsində hardır? Aradı. İkinci abzasdan başlayır. Bura girişdir. Bura isə əsas sayılır. Dəniz abi məşhur Antarktida tədqiqatçıdır. O, elmi araşdırmalar, sonra əsas hissəsini təşkil edir. Burada baxaq, buna varmı? Boşa çıxmaz. Bir də burada nəticə hissədə budur. Xatir abidə qoyulub, onun üzərində bir misra yazılmışdır. Əsasa aid deyildir. Belə şey nə girişdə, nə abidə C variantı. Bu ən sonuncu abzasda var idi. Baxın, burada deyir ki, abidə qoyulmuşdur. Bu nəticə hissəsindədir. Mətndə nə təbliğ olunur? Əzmkarlıq və mübarizlik. Bu birisilər olmaz. Davam eləyək. Mətnə əsasən belə nəticəyə gəlmək olmaz. 2 ekspedisiya Falcon Scott ilk tədqiqatçıdır. O deyil daxı. İlk tədqiqatçı kim idi? Burada yazmışdı ki, bir dəqiqə, səhv olmasın deyə təzədən baxıram. Norveç bayrağı. Norveçdə kim idi? Amundsen yazılan bir şəxs. Ona görə ilk bu deyil. Deməli, B variantı səhvdir. Altından xətt çəkilmiş ifadələrin birində məcazilik yoxdur. Xətt çəkilmiş. Ruhdan düşmək məcazidir. Həlak olmaq, riskə getmək. Başqa hansı söz var? Həlak olmaq olacaq. Deməli, doğru cavabımız nədir? Həlak olmaq.
yazaq həlak olmaq. Sonra deyək ki, onun kvadrat, bu nədir? Mən bunu bilmirəm. Bunu saxlayaq. Belə, sağ olun.